dənə günahın qurbanı, bir dənə ailə dağıldı. 5-10 dəqiqəyə həvəsi, ləzzətinə görə, üzr istəyirəm bir ifadə, bir dənə ailə darmadağın oldu da. İndi o uşaqlar necə böyüyəcək, nə olacaq, nə olmayacaq, nə baş verəcək? Aləm deyib bir-birinə. Bəzən nəsil deyir bir-birinə. Ona görə Əhl-i Beyt buyurur ki, la yaqumu, değməz o ləzzətə, bu qədər fəlakətlər. Əmirül-Mömin də əcibdir, mən təəccüb edirəm belə insanlara. Bunun arxasının faciə olduğunu görür, yenə gedir ora. Yəni belə insanlar Əmirül-Mömini təəccübə gətirir. Buyururlar ki, o şəhvət hissinin müəyyən ləzzəti var, yaxşı. Amma bir ali ləzzətlər də var ki, həqiqətən ləzzətdir. O hara bu hara? O Allahla ünsiyyətdə olan ləzzət hara? Əhl-i Beytlə rabitədə olan ləzzət hara, zövq hara? Bunu hamımız yaşayırıq da, indi mən az söz çox. O zövq hara siz Allah, o deyilən günahlarda bəziləri danışır falan günah. O hara bu hara? Niyə ona bunu dəyişir bəşər? Zikir, ibadət məgər ləzzət deyil? Az yaşamısınız bunları. Aldığınız zövqü başa sala bilməmişsiniz, başa sala bilməmişsiniz, nə ləzzət olaram, sən bilmirsən nə var mı? Az olub bu. Orada olan o sevinc hara, o birisi günahda olan yalancı ləzzət hara. Allahümmə innə əstəğfiruke min kulli ləzzə bi qeyri ləzzətikə. Hər o ləzzət ki, orada səndən, elə deyə, sənin zikrinin ləzzəti yoxdur, ondan sənə istiğfar edir. Uveys Qarani o peyğəmbərin görməyən, amma peyğəmbər zamanında yaşayan, o qədər rükudan, səcdən ləzzət alırdı. Bir dəfə dedi, kaş əzəldən əbədə, əzəldən əbədə, əvvəldən axıra, aləm gecə olaydı, mən həmən gecədə səcdədə olaydım, səcdədən qalxmayaydım bütün gecəni. O ləzzəti ki, mən aldım o səcdədən, nə bilim. Adam özünü yükləmiş ki, bu zövq alıb.